Hə. Nəysə. Belə çəkir. Nəhlət çəkir şeytan. Tez ol. Salam mənim səsi gəldi oje. Hə, tez ol. Salam mənim dəyərli izləyicilərim. Yeni vloqla, yeni üzlə. Əslində mənim köhnə özlərimdə, amma YouTube-da heç kim onu görməyib. Hələ ilk dəfə paylaşıram. Çünki çox satqın qızdır. Qaynaqların çıxartdı 3 günə gəlib yenidən yığdırıram dedi və o gedən getdi. Bir ilə yaxında qaynaq yığdırmır. Axır ki, yaxşı ki Allaha qurban olum. Klip çəkdirir. Çıxdı, gəldi, möhtac oldu yenə mənə. Kimdir bu? Mənim köhnə müştəri zad deyil, ha, dostumdur. Bu qızdır. O ürəyim boşaldı. Heç olmasa YouTube-da görsünlər ki, mənə qan utdurursan. Ay ölürəm. YouTube-da kanalın da mübarək olsun. Nə gözəl. Neçənci adam oluram orada, onu da görün mənə. O qədər adam var ki, bax görsən. Instagramda, Facebookda, TikTokda birinci idin. Ən birinci səndən paylaşmışam. Bütün açılışlarım səndən olub. Bəli. İndi bəs YouTube-a bir ildir sən gəlmirsən. Niyə demirsən də? Günah özündədir. Mən satqın falan deyiləm, özü deyiləm. Bunda var ha, özünü belə çıxartmaq haqlı. Bəs şeydir. Neyini başqa yerə gedim? Getməyə yerim yoxdur. Qaynaq yığdır. Problem odur ki, qaynaq yığdırmırsan. Mən ancaq qaynağa Vüsalə xanımın yanına gəlmişəm. Neçə 15 il var. Ölənə qədər də gələcəm. 15 il var qaynaq. Lalə salona gəlmişəm. Hə, Lalə. İlk müğənniyəm ki, mənlə başlamışıq yəni. Biz Vüsalə ilə təkcə qaynaq üçün deyil, biz dostuq. Bizi başqa-başqa. Bəli, əslində özü mənə deyir get biraz saçını dincəlsin, biraz gec qoyaq. Özün də bir göstər ona, göstərsən də görsənir də. Həmişə özü deyir ki, qoy biraz getsin biraz saçını dincəlsin, get biraz neçə saat. Mən onu hamıya deyirəm də, indi ustayam deməliyəm, vicdan o rahatlıq var da, bir qəlbimdə rahatlıq olsun ki, mən bu sözü demişdim. Amma ki, indi o demək deyil ki, siz onun hamısını eləməz. Yaxşı ki, klip var, doğrudan desin, darıxmışdım qaynaqlarım üçün. Klipində də inşallah görəcəyəm mən bəzəyəcəm. Makyajını, saçını, oradan da keçən vlog hazırlayacağıq. Mütləq. Ay, necə gözəl saçdır. Aygün bilirsiniz ki, heç vaxt aşağı səviyyəli mahnılar oxumur. Mahnıları, yəni şey eləmirəm, pisləmək fikrim yoxdur. Sadəcə olaraq həqiqətən Aygün mahnılarında ayrı bir xüsusi bir səviyyə var və yenə də karifey bir sənətkarımızdan gözəl bir mahnı gəlir və onun klipini yadındadır, Yağış yağır da ilk dəfə burada oxumuşduq. 1 milyona qədər izlənmə olmuşdu. Partdadır. Burada da hətta mənim üçün canlı oxudum. Elə sənin o izləndi ən çox. Ondan sonra da indi də elə onun ardıdır gəlir. Hə, ona uyğun bir çox gözəl bir. O tempdə, o səviyyədə bir mahnı gəlir. Çünki oxuyanın özünün səviyyəsi var. Bu arada Aygün bu gün bizim üçün canlı da oxuyacaq. Mən YouTube izləyicilərim üçün. İzləmədə qalın. İzləmədə qalın, amma sizlənik. Rilsi Instagram üçün. Çəkdim. Sən uca bilirsən. Nə? Sən elə qoyacaqsan burasını, sən eləyirsən. Kim eləyir? Hamı. Mən bir amızda mən eləyəcəm. Hərə bir sıra qoyub gedəcək Aygün. Qoz, tərəzi. Çoxdan da gəlməyəndə belə olur. Yox, mənim saçım həmişə Vüsalə yığır bax, ona görə mən biraz öyrəşməmişəm. İcazə verirsin. Bizim tam sürət işimiz davam eləyir. Aygün 3-5 motorla. Yəni heç bir başda bu iş, bu proses olmayıb da. 3-5 motor Hə, 3-5 motor işləyirəm dəqiqə. 3 ustanı birdən işlədir. Arxanı ülviyə yığır, indi hal-hazırda çəkilişə görə çəkilib. O birisi böyürdən qoysa, bu böyürdən mən nəysə ki, Aygün səhnəyə çatmalıdır. Axşama səhnəsi var. Yes. Arada da bir dəstək də verir, sağ olsun. Hətta özü evdə bəzənib, özü də içəri girib mənə bilirsiniz nə deyir? Mənim başımı zadımı yuma, özdə gecikib deyəm. Hazır gəlmişəm, başımı da sabunla yumuşam. Hə, çünki 72 ilə yuduzdurur bizi burada saçımızı. Nə var, başında yağlılıq olmasın. Hə, mənim saçım çox sürüşkən. Özü uşa bilir, mənim qaynaq saçdı. Prosesimi. Hə, özüm də dedim, görsən, hansı bax mənə bir dənə müştəri de ki, onu deyib sənə. Heç biri. Vallah deməyib, billah deməyib. Yenə də tərəzi olmaq lazımdır ona görə. Mən yüksələm də tərəzidir. Biraz da mənə də çatır bu tərifin. Tərəzi, bu arada. Bəli. İşimiz gedir, saata göstərir, bir dənə zəhmət olmasa operator. Yaxınlaşdır. Saat 8-ə işləyib, Aygün saat 5-də gəlib, 4-də yazılan xanım 5-də gəlib. Söz vermişik ki, bütün qaynağı 8-də bitirəcək və buradan geyimli, hazır formada səhnəyə gedəcək. Görək necə çatdırırıq, necə çatdıracağıq. Bəli, 3-5 motor işləyir, nətər olmalıdır? Biz bunu bacaracağıq. Mənim komandam ki var, ha. Всё, bəs. Sağ ol. Harda var belə qulluq, harda var?
Sonra başqa vaxt bizdən narazı olmağa haqqımız, ixtiyarımız yoxdur Aygün xanım. Gavalı istəyirdim, anında gavalı gəldi. Bəli, gavalı istəyirdi. Başqa nə arzulayım, gözlə. Və tüksüz şöytəli. 3 dənə arzu tuta bilərəm də. Birini də arzulayım, ikincisi, üçüncü durur hələ. İkincisi qaynaqlarım gözəl çıxsın, üçüncüsü də vaxtında çatım, üçün də eləyəcək. Üçün də eləyəcək. Sən öldürəcəm, sırası bilinir ki... Sırası bilinir ki, bizim 15 ildir, 15 ildir çox yaxın münasibətimiz var, artıq bir-birimizi tanıyırıq. Qız bürcü olduğu bilinir. Qızlar, mən tərəziyəm, o qızdır. Demədən göstər. Demədən göstər. Bəli, tərəzi ilə qızın tutmağı bir sizə nə deməkdir? Bəli. Amma Allah göstərməz. Allah göstər. 2 dəfə kəllə-kəlləyə gəlmişik Aygünlə. çünki onun yüksələn Birində mənə belədir, gəlib sən öl. Mən sənin sevgilin ərin zadında eləməz, sifət eləyirsən, gəlib səni salonda sürüyəcəm. Allah haqqı. Ad günüm idi, sifət eləyib adboy elədim, bir də gördüm mənə bir səs atıb. Özdə belli, evə çıxıram, Kənana açar verməliyəm. Vapşi evə də çıxmıram, gəlib o salonda səni sürüyəcəm. Mən sənin sevgilin ərin deyiləm. Yəni ki, bizim belə kəllə-kəlləyə gəldiyimiz anlar da olub, amma gör necə güclü bağlarımız, münasibətimiz olub ki, nə olur olsun qopmayıb. Vloqa daxil eləməyəcəyik. Ya elə vloqun içindədir. No. No. Martılda düşürüm. Yox, marçılda düşmür, mikrofonda deyil. Az dələn qoyma, yaxşı çıxmır. Niyə elə qəşəng çıxır ki? Elə Sən qəşəng. sürüyəcəksən, Çəkirəm ha. nədir? Çəkirəm ha. Bəs daha karafon qoyur. Ağ qara fonda da indi bu dedikləri verəcəm. Onu qoyma, yaxşı çıxmır. Hə, yaxşı danış. Bu arada qaynaq prosesimiz gedir. Qoy görüm, biraz da danışdırım. Kimsə yazır, yığır. Qoy görüm kimdir. İş telefonum. Hə, müştərinin adını nətər gəldi, hərflər yazıram da iş telefonun. Ay, linç, mən də dedim, yəni, İngiltərə. Yox, linçləməmişəm. Studiyamızda telefon zəngi. Alo. Bəli. Hər vaxtınız xeyir. 100 qram 80 manat. Yox, ustalarımızda boş yer var, bəli. Mənim özümdə yoxdur. Mənim ağzımdan bir söz tutmaq. Ülviyə xanım. Sabaha boş yerim var? Bəli, boşdur. Sabah birə müştərini yazım. Ülviyə. Yox. Bəs boş idin? Yox, birdə müştərim var, 4-də yazar. 4-də yaza bilər. Sizdə idi. Aha. Masa hazırdan deyir gəlirəm. Söküm filan nəsə var sizdə? Promoy yığım. Gecikirəm. Ben geç kaldım. Canım Vüsüm, canım gözüm. Əziyyətini, haqqını helal elə. Vallahi sən belə bir gözəllik yarattın. Aha, mamamın cavanlığına oxşadım. Mamamın belə uzun saçları var idi, yadıma gəlir. Deyirdim ki, mama niyə bəs o boyda uzun saç saxlayırdı? Deyirdi bizi saç kəsməyə qoyan var idi, icazə vermirdilər. Hə, indi baxıram belənçinə, taçlı mamamın hörükləri var idi, necə belə qalın hörükləri. Annem, öpürəm. Bu arada mamama da salam göndərdim. Mənim YouTube kanalım vasitəsilə. Bəli, Riskanın kanalı vasitəsilə. İndi bayaq kimi gözünə götür. Bir lütfusun, gözlerimin nurusun. Seni gören şifa bulur, gel de gönlüm şifa bulsun. Seni seven aşkı bulur, gel de gönlüm aşka doysun. Biliyorum yüreğin beni ister. O zaman bu biçare niye bekler? Geri ver de gül yüzünü göster. Burada bir garip seni bekler. Neyse. Bizim nəticəmiz möhtəşəm. Bu mənim bloqum üçündür, sənin bloqun üçün deyil. Necə Daygün? Əsas
Rapunzel, dediyin Rapunzel. Bəli, Rapunzel. Rapunzel Oldu. saçlarına at. Supersən. Mənim izləyicilərimə ürək sözünü de. Yekunlaşdıraq, sağollaşdıraq. Aygün gecikir, amma geyimdə də çəkəcəm səni. Hə. Mən səni sevirəm. Çox sevirəm. Hər zaman da sevəcəm. Saçlara görə yox. Özünü Sənin sevirsən. özünü sevirəm. Bilirəm. Mən də səni sevirəm. Ürəyim. Yaxşı ki varsan. İyi ki sən varsın. Sən də. Qaçır, veşlərin yığıb, çatdırdı. Aygün, bir dənə sağollaşaq. Uçur. Əsas geyimini göstərmək istəyirəm ki, hətta geyindirib göndəririk. Yeni vloglarda görüşənə İnşallah. Öpdüm.